Agaev, wow, what a way to start the Olympic qualification, defeating the world champion. How are you feeling right now to take that victory? Balabayev, wow, Olimpiya lisenziyası başlayan yarışda dünya çempionu udaraq başladın. Yəni çox gözəl bir başlanğıcdır. Nə hisslər keçirirsən? Özümü çox yaxşı hazırlamışdım bu yarışa. Çünki bu ilk bildiyiniz kimi Olimpiyada lisenziya xal verən yarışlardan biridir. İstəyirdim ki, ilk növbədən özümü yaxşı göstərim, xallarımı indidən toparlayayım. Çünki qabaqda dünya çempionatı var. Əsas yarışlardan biri bizim üçün oldu, çünki öz vətənimizdə keçirilir. Çalışacağım ki, bu nəticəni orada təkrarlayayım. Dünya çempionu kimi, dünya çempionu olub, özüm dünya çempionu olmaq istəyirəm. As it's the first competition of qualification period, so it was very important for me and I was very well prepared for this competition. Of course, beating someone world champion on this level athlete is good feelings, and for me in this period the most important competition is world championship, which will be in the Baku, and I hope I can take this title from him there. Do you feel pressure, the fact that you have a world championships at home, is that a pressure for you or is it an excitement? Dünya çempionatının sənin vətənində olmağı sənin üçün təzyiqdir yoxsa istəkdir? Yox, mənim üçün istəkdir, çünki öz doğma divarlarımızda daha yaxşı güləşirəm. İnanıram ki, dünya çempion olacağam, çünki həm də öz ölkəmizdə, aləmdə yanımda olacaq. Çalışacağım ki, onlar üçün dünya çempion olum və onları daha da çox sevindirim. From my own results that Grand Slam held in our own country, this is one of the best competition results for me. So that's why the World Championship in my own country will be extra motivation for me and my family, my beloved people, the people that supports our country will be there. So this will be also extra motivation. What is the mood like in the team? How is everyone feeling in the lead up to the Baku World Championships? Ümumiyyətlə komandada ab-hava necədir? Yarışın Bakıda olmağın dünya çempionatı barədə nə hiss eləyirlər? Komandada ab-hava çox yaxşıdır, çünki həm də komandada əlavə biz həm də ailə kimiyik, mehribançılıq var. Yəni bundan əlavə bir-birimizə motivasiya veririk. Yəni burada hamı bir-birinin qələbəsinə sevinir. Çalışırıq ki, komanda şəklində dünya çempionatına azlaşıb ən azından bütün çəkilərdə medal verib dünya çempionları olmaq. Bir dənə yox, bir daha neçə dünya çempionları verməyə arzusundayıq. The atmosphere in the team, we are like a family, everybody supports each other, and all the time when somebody is struggling or having difficult time, we remind him that we have world championship in our own country. So we support each other in this way, and our main aim is that not to have world champion, have more than one world champions in this competition in our country. Awesome. To come back to today, you not only beat Nagayama, you also beat Sardalashvili, another world champion. How did you manage to prepare and perform so well today? Bu günə qaydaq, Nagayamadan başqa da dünya çempionu Sardalashvilini utdun. Yəni 2 dənə dünya çempionu utdun da. Necə hazırlaşdın? Onlara xüsusi hazırlaşmışdın? Bildiyiniz kimi bu yarışdan qabaq mən Avropa çempionatında Sardalashvili udmuşdum. Amma biraz səhvlərimin üstə daha çox çalışdım ki, nələrdə səhv eləmişəm. Və deməli ki, düzgün çalışmışam və bu gün onun bəhrəsini verdi. Amma Nagayama da çox güclü rəqibdir. Yəni o da bu yarışdan qabaq, bir yarışdan qabaq məni udmuşdu Master yarışında. Və onun da üzərində çalışdım ki, harda səhv eləmişəm. Səhvlərimi düzəltməyə bacardım bu yarış. Both athletes I lost before, Nagayama in Masters and Sardalashvili in last European Championship in semi-final. So I made mistakes there and I worked on my mistakes with my coach. Together we worked towards to them. Not only to them, it's not secret that top players analyze each other and they're preparing them. And it seems that I did my homework good. In 2021, Nagayama lost to Husseinov, one of your. What is it? He seems to struggle with the Azerbaijani judoka. What is it about Azerbaijan judo that you think he struggles with so much? 21-ci ildə Nagayama Hüseynova kəramətə udmuşdu. Elə bil Azərbaycanlılarla biraz çətinlik çəkir, yoxsa sən nə fikirləşirsən? Mənə də elə gəlir, çünki Kəramət ona bazar atmışdı. Ondan qabaqki yarış mən də bazar atıb, sonra udmuşam, sonra Əhməd də ona bazar atıb. Yəni bizim ölkənin məncə güləşməyə biraz onun üçün çətindir, çünki biz daha çox belə dalaşqan güləşirik. Amma onlar biraz klassik zaxlat güləşir. Məncə bizim ölkənin güləşməyi onun üçün daha çətindir. Actually, it's good to think about this because Ahmed also threw him Vazari, then he lost. When I lost him, I had Vazari there. Karamat had Vazari. This time I won. Maybe they have pure calm judo, classic judo. We have more emotional, which makes him to have difficulty to fight with it.
Awesome. Ulaanbaatar, what's it like fighting here? What's the competition like? Mongolia, do you like it? Do you like it here? Ulaanbaatar yarışı barədə buranı bəyəndiyin şəhəri, yarışın özünü Moğolistan ölkəsi. Bəli, bəyənirəm. Yarış çox yaxşı keçirilir. Həm də təşkilat hər şey yüksək səviyyədədir. Çox sağ olsunlar hər şeyə görə. Yəni əla hər şey. The organization is in high level, the atmosphere in the arena is in the high level, so what can I say? Only thank you to them. Thank you so much, by the way. Congratulations.